Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq üçün birləşən silahlı qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Qarabağ müharibəsində şərəfli döyüş vurdu. Buradaqdan şübhədək döyüşlərdə iştirak edən daxili qoşunların hərbi qulluqçularımız torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərmişdir. Xüsusilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi zamanı Daxili İşlər Nazirliyinin daxili qoşunların şəxsiyyətindən 66 nəfər şəhidlik zirvəsinə ucalmış, 346 nəfər isə yaralanmış. 4 nəfər hərbi qulluqçumuz Vətən müharibəsi qəhrəmanı adına layiq görülmüş, xeyli sayda hərbi qulluqçularımız dövlətimizin orden və medalları ilə tərtib olunmuşlar. Daxili İşlər Nazirliyinin daxili qoşunlarının şəxsi heyəti Müzəffər Ali Baş Komandanın bütün əmr və göstərişlərini yerinə yetirməyə hazırdır və qadirdir.